Salam əziz tələbələr, hər birinizi xoş gördük. Möhtəşəm leksiyası sualında qarşınızdayıq. A2-C2 diapazonuna əsasən bir diaqramımız var əlimizdə və bizdən C1 xanasının qiyməti istənilir. İlk olaraq başlayalım B2 xanasından. Power A1 çıxılsın C1, qüvvətdə 0. İstənilən ədədin üzərində 0 olanda təbii ki, cavab nə olur? 1 olur. Demək B2 xanasının qiyməti olur 1. Keçirəm C2 xanasının qiymətinin tapılmasına count A1 C1. Bu nə deməkdir? A1 C1 diapazonundakı ədədlərin sayı 1, 2, 3. Deyirəm ki, mənim C2 xanamında qiyməti olur 3. Baxın, bir bölü aldı bilə. Gəl bir bölsə diaqramda yer tapalım. 1 olacaq təbii ki, bizdə 10%, 3 isə olacaq 30%. Onda məntiqən bu 60% bizdə 6-ya bərabər olacaq. Yəni, A2 xanasının qiyməti bizdə 6-ya bərabər olacaq. Baxın, biz 2-ni neçəyə vuranda 6 edir, təbii ki, 3-ə. Yəni, bizim modulumuzdan qiymət olaraq 3 çıxmalıdır. Modulda nə yazıb? C1 çıxılsın A1. C1 xanasının qiymətini bilmirəm, x-dir. X-dən mən modulda 7 çıxacaq, bərabər olacaq 3-ə. Bu zaman deyirəm ki, x də bərabər olar 4-ə. 4-dən 7-sini çıxarım, -3. Modulda -3 bərabər olur 3-ə. 3-ü də vururum 2-yə, alırıq 6-nə.